Salam xanımlar, necəsiz? Deməli bilirsiniz ki, şirkətimiz 9 nömrəli kataloqda çox gözəl bir aksiya elan etdi. Rekruting aksiyası, yəni dəvətli gətirmə aksiyası və bu dəvətliləri biz dəvət eləyirik. Dəvət etdiyimiz hər bir insan ilk addımları keçirsə, yəni ilk addımı keçmək o deməkdir ki, hər biri kataloq qiyməti ilə 42 manatlıq sifariş vurur, cəmi 36 manat ödəniş eləyərək ilk addımlarını keçirlər. Və bunların özləri də ilk addımları keçdikləri üçün növbəti kataloqda sifariş vurduqda bahalı ətirlərdən birini seçmək şansı əldə eləyir. Və bu aksiyada qazanmaq üçün nə etmək lazımdır? Deməli, birincisi, deyək ki, mən özüm 50 balımı edirəm və 3 nəfər adam dəvət eləyirəm. Yəni, mən burada 3 nəfər üzərindən göstərirəm. Ola bilər siz 1 nəfər dəvət eləyirsiniz, ola bilər 2 nəfər, ola bilər 5 nəfər, 9 nəfər, 8 nəfər. Nə qədər çox dəvət etsəniz, bir o qədər qazancınız çox olacaq. Məsələn, deyək ki, mən 3 nəfər adam dəvət eləyirəm. X adam gəldi, 15 ballıq sifariş vurdu. Y adam gəldi, 15 ballıq sifariş vurdu. Z adam da gəldi, 20 ballıq sifariş vurdu. Deməli, toplamda mən və komandam, dəvətlilərim 50 bal, 15 bal, 15 bal, bu da 20 bal. Toplamda 100 bal toplayırıq. Deməli, bir qrup üzrə 100 bal və 3% deməkdir bu. 100 bal toplayıram mən və 3%-ə qalxıram və beləliklə hər bir dəvətlidən mənə 9 manat pul gəlir. 3 dənə dəvətli gətirdiyim üçün 3 dənə dəvətliyə görə mənə 27 manat pul gəlir və üstünə 3% topladım axı. Mən 3%-ə qalxdım bu balla, 100 bal olduğum üçün toplam qrup balı ilə. Və üzərinə 3%-in 5 manat pulunu gəlirəm. Deməli, bir kataloq dönəmində əgər mən şəxsi 50 balımı etsəm və 3 nəfər ən az adam dəvət etsəm, onların hər biri də ən az bu qədər sifariş vursalar, mən, yəni normalda əgər bu 9 manat aksiyası olmasaydı, mən bu adamlarla 3%-ə qalxıb, deməli 5 manat sadəcə pul qazanmış olsaydım, amma belə olan halda 27 manat, yəni 9, 9, 9, üçündən bir yerdə 27 manat buradan, 3%-in də gəliri, yəni bizim marketinq cədvəlində 3%-in maaşı deyək, gəliri deyək, 5 manat olduğunu nəzərə alsaq, 27 manatın üstünə 5 manat gəlirik və toplam 32 manat mən pul qazanmış oluram. Yəni, bir kataloq dönəmində bu 32 manat mənim hesabıma keçir. Növbəti kataloqda sifariş vurduqda, deyək ki, məsələn, 70 manatlıq, 60 manatlıq sifariş vurmuşamsa, 32 manatı silinir, hesabımda var axı, artıq şirkət mənə bunu veribdir. Buradan silinir, yerdə qalan pulu mən ödəyirəm və bu da mənim qazancım hesab olunur. Ola bilər ki, bundan əlavə, bundan qabaq mənim komandam var idi. Məsələn, deyək ki, mənim hardasa bir 6%lik komandam var idi. 6%-in komandalı mən hardasa 18 manat, onsuz da mənim gəlirim olurdu və belə bir sistemlə də mənim balım yenə artır. Nəinki 200 bal 6%, eləcə də 300 bal ola bilərəm və yaxud da daha artıq ola bilərəm. Yəni, bu 3 nəfərə görə 27 manat üstə gəl 18 manat və daha çox bu qədər, əgər sizin komandanız varsa, qazancınıza qazanc qata bilərsiniz. Və bu kimi fürsətlərdən istifadə edib həm komandanızı qura bilərsiniz, həm də gəlirinizi artıra bilərsiniz. Baxın, şirkət bizə həm pul verir, ay xanımlar, baxın, deyir, mən sizə həm pul verirəm, həm adamlar dəvət eləyin, bu adamların hesabına komandanızın qurulmasında, faizlərinizin yaranmasında sizə pul verirəm. Deməli, bizə həm faizimizə görə maaş verir, həm də bunları dəvət etdiyimizə görə, onların ilk addımı keçməsinə köməklik etdiyimizə görə bizə pul verir. Baxın, şirkət bizim inkişafımız üçün, qazanmağımız üçün hər bir fürsəti yaradır. Həm gətirdiyimiz adamlara görə maaş verir, həm də onları dəvət etdiyim üçün əlavə pul verir. Yəni, bu aksiya sadəcə bu kataloqa özəldir. Ona görə çalışın, aktiv olun. Nə qədər çox adam gətirsəniz, hər gətirdiyiniz bir adama görə 9 manat gəlir əldə eləmiş olacaqsınız. Məsələn, deyək ki, ola bilsin ki, sizin 600 ballıq, deməli, 600 ballıq komandanız var və buna görə əgər komandada bal bölgüsü, maaş bölgüsü gedirsə, minimum deyək ki, siz 40 manat, 50 manat komandaya görə götürürdünüz. 3 nəfər dəvət edirsinizsə, hər birinə görə də ayrıca 9 manat qazanırsınız və ya 5 nəfər dəvət edirsinizsə, hər birinə görə 9 manat qazanıb, 5 nəfərə görə 40 manat da bura gələndə artıq sizin 80 manat qazancınız olmuş olacaqdır. Qeyd etmək istəyirəm ki, burada əvvəldən qeydiyyatdan keçirdiyiniz, hələ də sifariş vurmayan adamlarınız da bu ilk addımı keçə bilərlər və lazımı ilk addımı keçdikdən sonra, ödəniş etdikdən sonra siz onlar tərəfindən də 9 manat qazana bilərsiniz. 9 manat qazandığınız
üçün qazancınız daha da çox artacaqdır. Şirkətimiz gətirdiyiniz hər bir nəfərə görə 9 manat hədiyyə edir sizə və 10 nəfər adam gətirsəniz 90 manat pul qazana bilərsiniz. Yəni bu xanımlara da, bu insanların da gəlməsi üçün çox gözəl səbəblər var. Səbəblər odur ki, anbar qiyməti ilə evlərinə lazım olan məhsulları alacaqlar. Üstəgəl çox gözəl, deməli, ərəb parfumlarından birini hədiyyə qazanacaqlar və davamlı evlərinə lazım olan məhsulları marketlərdən satış qiymətinə deyil, buradan anbar qiymətinə keyfiyyətli, oksigenli, halallıq sertifikatına malik məhsul alaraq həm ciblərinə, pullarına qənaət etmiş olacaqlar, həm canlarına xeyir vermiş olub, üstəgəl də hədiyyə qazanacaqlar. Və qeyd edeyim ki, bu xanımlar özləri də əgər şəxsi 50 bal etsələr, məsələn, deyək ki, bu insan gəldi, qoşuldu, 50 ballıq sifariş vurdu, özü də bir nəfər, 2 nəfər adam gətirsə, bu şəxs özü də 9 manatı hədiyyə qazana bilər. Bu şəkildə xanımlar, hər birinizə uğurlar arzulayıram. Ümidvaram ki, bu aksiyadan gözəlcə yararlanacaqsınız və gəlirinizə gəlir qatıb, daha da çox fürsətlərdən istifadə edib, tez bir zamanda gözəl faizlərə qalxacaqsınız. Uğurlar arzulayıram hər birinizə.